гурама как принцип стыкования отдельных лоскутков бытует по всему миру. И на Западе эта техника известна как квилт или патчворк. В тюркском мире тоже огромное множество терминов. В Азербайджане это называется гурама, в Турции называется гархьяма, что означает 40 узелков, курак, курама, так называют эти изделия в странах Средней Азии, в Узбекистане, Казахстане. Гурама в основном состоит из двух геометрических узоров. Это треугольник и квадрат. И я здесь хочу сказать, что такое треугольник. Это один из древнейших и традиционных орнаментов на керамике древнего Азербайджана. Треугольник традиционно рассматривался как символ солнца, солнечных лучей, как связь неба и земли. И если посмотреть на древнюю керамику, она так или иначе состоит из орнамента, который составлен из разных треугольников. Что такое квадрат? Это 4 состыкованных треугольника. И квадрат – это символ дома, это как бы упакованная уже конструкция. Но когда разноцветные треугольники повторяются во множестве, множатся, то получается, что идет такая игра. Не то треугольник, не то ромб, не то квадрат. И вот здесь я хочу вспомнить, допустим, нашу традиционную сладость пахлаву, которая представляет собой ромб. И что это такое? Это 2 состыкованных треугольника. Это символ мужское и женское, это символ будущей семьи. То есть вот вся эта орнаментация, которая так активно функционирует в гураме, она так или иначе тянется испокон веков. И это действительно составляет некий генетический код и, наверное, как-то охраняет азербайджанцев по сей день. Qala kəndinin evləri görürsünüz də, belə çaxçalı evlərdir hamısı, bütün evlərdə belə olub. Ona görə də o vaxtı dükanlar belə şeylər, bəzəli şey satmazlar, eləməzdilər. Ona görə hamı özləri tikərdilər. Çox adam bacarırdı bu işi. Qalanın demək olar ki, əksər sakinləri bu işi bacarır. Evdə hətta kravatın üstünə, stolun üstünə salmağa da hər şey əllə bunları tikərdilər, salardılar hamısı. Biz də onları görürdük. Nənəmlə görmüşəm, sonra bibimlə görmüşəm, öyrənmişəm. Gördükcə öyrənmişik, toxunmuşuq. Həmişə bu işlə məşğul olmuşuq. Yəni o vaxtdan indiyə kimi hələ də bu işlə məşğul oluruq. İndi də nəvələrimə öyrədirəm. Nəvələrim öyrənir, bu balaca qızımız da öyrənir. Var evdə nəvələrim var, tikirlər. Yastıq üzləri tikirlər, belə şeylər eləyirlər, tikirlər. Yəni istəmirik içsin də bu iş qalsın. Bu Azərbaycanın qədim ilməsi, qədim tikişidir. Bu itməsə yaxşıdır. Həmişə olsa, həmişə davam eləsə yaxşı olar. Quramanı tikən qadınların artıq dünyasını anlamağa çalışıram. Mən, məsələn, qurama tikəndə daha çox tünd rənglərdən istifadə edirəm. Digər qadınların istifadə elədiyi rənglərə baxıram, daha əlvan, daha açıq rənglərdən istifadə ediblər. Quramanın eyni dairəvi üsulla tikilmiş müxtəlif formalarına baxa bilərik ki, hansı ki, müxtəlif qurama ustaları tərəfindən tikilib. Amma orada hansısa bir kiçik element onların necə fərqli olduğunu göstərir. Bu da onları tikən qadının öz xasiyyətinin göstəricisidir. Действительно, мы видим сейчас возрождение этой техники, когда уже, условно, я опять не могу сказать, что это профессиональные художники. Очень многие, ну, как бы профессионально занимаются гурамой. Rəng və formanın, simmetriyanın, ahəngdarlığın özündə əks etdirən qurama sənəti müasir Azərbaycan rəssamlığında öz təzəhürünü tapmış və inkişaf etmişdir. Hal-hazırda rəssamlar öz əsərlərində rəng və formanın
geniş şəkildə istifadə edərək öz əsərlərini, ideyalarını tablolara əks etdirir. Qurama motivləri rəqəmsal rəssamlıqda da geniş yayılmışdır. Dövrümüzdə inkişaf edən sahə olaraq rəqəmsal incəsənətin qurama ilə birləşməsi bir növ ənənəvi sənət növünün gələcək nəslə necə ötürə biləriksə, bu tapşırığı yerinə yetirir sanki. Qurama əsasən rənglərin və müxtəlif materialların birləşməsini xarakteriz edir. Qurama sənətinin, qurama texnologiyasının istifadəsi ilə biz köhnə geyimləri, köhnə parçaları yeni bir geyimlə əvəz edə bilirik. Bu da ekoloji cəhətdən çox effektiv sayılır. Düşünürük ki, qurama sənəti hazırda inkişafda olan, sürətlə inkişaf edən moda sənətini, standartlaşmağa doğru gedən moda sənətini alternativ bir təklifə çevirə bilər. Qurama sənəti əsasən rəsm əsərlərində, geyimlərdə, dekorativ əşyalarda istifadə olunur. Azərbaycanın tarixi, ənənəsi qurama sənətini daha da zənginləşdirir və dünya səviyyəsində özünə məxsusluğu ilə tanıdır. Geyim dizaynerləri olaraq Azərbaycanın tarixi və milli mədəni bağlılığını geyimlərdə əks etdirməyə çalışırıq və hər bir geyimin detalını da seçərkən biz qurama texnikasını daha da ön planda vurğulamağa çalışırıq. Qurama texnikası milli və tarixi mədəniyyətimizin əsasını təşkil edir. Biz də Azərbaycan geyim dizaynerləri də ənənəvi geyim detallarını vurğulamaqla tariximizin və mədəni mirasımızın daha da ön plana çıxmasına və dünya moda sahəsində daha da böyük bir auditoriyaya çatmağına köməklik göstərir. Gələcəkdə də hazırlanacaq geyimlərdə mütləq şəkildə quramadan istifadə edərək bu sahədə yeniliklər və yeni geyim ərsəyə gətirməyə çalışacağıq. Qurama festivalı çərçivəsində bir çox Azərbaycanın qədim bölgələrinə, qədim şəhərlərinə üst tutuldu və şəhərlərdə qurama marafonu keçirilmişdi və bu məqsədlə biz festivallar çərçivəsində sərgilər təşkil elədik. Sərgilərə ərazidə, bölgələrdə yaşayan demək ustaları, sənətkarları dəvət edirdik və çox sevindirici haldır ki, əvvəllər nənələrinin sandıqlarında olan əşyalara sadəcə baxaraq, evlərində, boş vaxtlarında məşğul olduqları sənəti artıq bir əsər kimi onlar bizə təqdim edirdilər və hər biri sevinərək bizə öz nənəsinin quramasını, öz anasının ona cehizlik hazırladığı quramasını gətirib sərgiyə nümayiş olunması üçün təqdim edirdi. Və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun vəzifəsi olaraq bu çox sevindirici hal idi ki, hazırda qurama sənəti yenidən nəfəs aldı, yenidən canlandı və geniş ictimaiyyətdə öz yerini tapdı.